بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين، والصلاة والسلام على سيدنا ونبينا أبي القاسم المصطفى محمد وعلى آله الأطيبين الأطهرين المنتجبين سيما بقية الله في الأرضين. İslam ailəyə əhəmiyyətli yanaşır. Qərbin tribunalarının və informasiya resurslarının müsəlmanlarla bugünkü davası məhz bu məsələdir. Siz görün hicaba qarşı necə həssaslıq göstərirlər. Bu hicab İslam Respublikasında olsa onu pis sayırlar. Qərb ölkələrinin universitetlərində olsa, orada gənc tələbə qızlar məlumatlı, ayıq şəkildə və öz istəkləri ilə hicaba üst tutmuşlar. Həssaslıq göstərirlər. Siyasi partiyalarda olsa, həssaslıq göstərirlər. Öz ölkələrinin orta, hətta ibtidai məktəblərində olsa, əllərinin altında olmasına baxmayaraq həssaslıq göstərirlər. Deməli, əsas məsələ budur. Daim fəryad qoparırlar ki, İslamda yaxud İslam Respublikasında qadın hüquqları tapdanır. Özləri də buna inanmırlar. İslam Respublikasında qadın haqlarının tapdanmadığını və hətta gücləndiyini bilirlər. Siz görün, ali məktəblərdə təhsil alan qız tələbələrin sayı bugün çoxdur, yoxsa tağut rejimi zamanı çox idi. Görürsünüz ki, bugün çoxdur. Təhsildə parlayan və ən yüksək qiymət alan qız tələbələr bugün çoxdur, yoxsa onda çox idi. Görürsünüz ki, bugün çoxdur. İb və müalicə mərkəzlərində, müxtəlif elm mərkəzlərində tədqiqat işləri ilə məşğul olan qadınlar bugün çoxdur, yoxsa o zaman çox idi. Görürsünüz ki, bugün çoxdur. Ölkənin siyasi işlərində və beynəlxalq təşkilatlarda fəal iştirak edən, orada öz ölkə və xalqlarının hüquqlarını müdafiə edən qadınlar bugün çoxdur, yoxsa o zaman çox idi. Görürsünüz ki, bugün çoxdur. Onda qadınlar müxtəlif yerlərə səfər edirdilər. Amma bu formal xarakter daşıyırdı. Həvəsbazlıq üçün və özlərini ona buna göstərməkdən ötürü idi. Lakin bugün müsəlman qadın beynəlxalq toplantılarda, müxtəlif beynəlxalq konferanslarda iştirak edir, elm mərkəzlərində və universitetlərdə elmi, siyasi və yaxud idarə işlərdə fəal çalışır. Bunlar dəyərlidir.